Qobustan rayonunda Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, ailəsi soyqırımına məruz qalmış Xocalı rayonunda məcburi köçkün Narxanım Məmmədova və oğlu Mürvət Məmmədov idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə Şəhidlər Xiyabanı ziyarət olundu. Daha sonra tədbir Qobustan rayon icra hakimiyyətinin akt zalında davam etdi. Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbirdə çıxış edən Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov qeyd etdi ki, xalqımız hər il olduğu kimi bu ildə Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Bir daha 34 il əvvələ qayıdır. O amansız soyqırımını və onun günahsız qurbanlarının xatirəsini yenidən hörmətlə yad edirik. Günay Hüseynova, Rafiq Həsənov, Fərid Niftullayev bugün informasiya proqramı üçün.